Torpaq çərşənbəsi qışın son pıçıltısı, baharın ilk qəhqəhəsidir. Artıq uzun illərdir ki, Şabranın Şahnəzərli kəndində, Çıraqqala Şabran Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisində İlaxır çərşənbə qədim adət-ənənəyə uyğun şəkildə qeyd olunur. Qədim Şabran şəhərinin əzəmətli divarları önündə keçirilən bayram mərasimində kənd sakinləri və qonaqlar iştirak etdilər. Şənlikdə qədim el adətləri, xalq oyunları və milli musiqilər səsləndirildi. Ənənəvi Novruz süfrəsi açıldı, tonqal qalandı və kənd sakinləri bu müqəddəs ocağın ətrafında rəqs etdilər. Kosa və Keçəl uşaqları əyləndirdi, xalq mahnıları və rəqslərlə bayram coşqusu daha da artdı. Yerli sakinlər bildirirlər ki, bu cür tədbirlərin keçirilməsi milli mənəvi dəyərlərin qorunması və gənc nəsillərə ötürülməsi baxımından olduqca əhəmiyyətlidir. Bilirsiniz ki, hər il olduğu kimi bu ildə ənənəvi olaraq Çıraqqala Şabran Dövlət Tarix Mədəniyyət Qoruğunun rəhbərliyin təşəbbüsü ilə baharın gəlişi, Novruz şənliyi qeyd olunur. Gördüyünüz bu şənliyimizdə bizim məqsədimiz, yəni qoruq olaraq əsas məqsədimiz milli adətlərimizi yaşatmaq, milli dəyərlərimizi təbliğ etmək və o cümlədən bu gün məhz bu abidədə keçirməkdə əsas məqsədimiz ondan ibarətdir ki, həm milli adətlərimizi yaşadaq, həmçinin də rayonumuzun ən qədim tarixi abidələrindən biri olan bu qədim Şabran abidəsini təbliğ etməkdir. Ulu əcdadlarımızdan bizə miras qalan bu bayramla bağlı bütün atributlar bu günləri burada səmənidir, xonçalardır, müxtəlif keçmişdən qalan bizim keçmişimizi xatırladan əşyalardır burada təqdim olunur gənclərimizə və məqsədimiz odur ki, yeni nəslə bizə əcdadlarımızdan miras qalan adət-ənənəni onlara ötürək və onları davam etdirsinlər. Beləliklə, Şabranda qədim tarixə malik torpaq çərşənbəsi bir daha sübut etdi ki, Novruz bayramı təkcə bir bayram deyil, həm də xalqımızın mədəni irsini yaşadan müqəddəs dəyərlər sistemidir.